İkinci, ayedeki ikinci mühim məqam, İllə mə zəkkeytum deyir Allah Teala. Sizin kəsdikləriniz istisna olmaqla. Yəni sizin kəsdiklərini Allah Teala haram olan ətlərin növlərini bəyan elədi. Sonra isə bir yerdə gəldi dedi ki, sizin kəsdikləriniz isə canı çıxmadan öncə sizin kəsdiyiniz heyvanların əti isə müstəsnadır. Yəni halaldır, halal sayılır. Halal sayılır. Halaldır. Ayədə Allah haram ətləri sayır və buyurur ki, daha sonra illə mə zəkkeytum. Yəni sizin kəsdikləriniz müstəsnadır. Halal hökmündədir. Yəni canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Canı çıxmadan öncə sizin özünüzün kəsdiyiniz heyvanların əti sizdə halaldır. Buradakı müraciət də birbaşa müsəlmanlaradır. Yəni Allah heyvanı qanuni şəkildə kəsmək hüququnu və səlahiyyətini sizə ayədə keçən o bitişik yazan şəxs vəzifələri var. İstifadə edərək, yəni onu bitişik yazan şəxs vəzifələri istifadə edərək məhz müsəlman icmasına verir. Allahu Ekber. Mən hələ Maidə 3-dən danışıram. 1 saat yarımdır Maidə 3-dən danışıram. Və ayətin içindən çıxmamışam. Allah Azze ve Celle Maidə surəsinin başından sonuna qədər ikinci şəxs, bitişik yazılan şəxs əvəzliklərini ümumiyyətlə və xüsusi ilə də illə məzəkkeytum yerindəki tüm şəxs əvəzliklərini istifadə edərək məhz yəni ət kəsiminin, yəni kəsmək hüququnu və səlahiyyəti kimə verir? Müsəlman icmasına verir. Amma Əbu Hanzala və onun düşüncəsində olanlar deyirlər ki, Allah Teala Quran və sünnədə ət kəsənin kimliyini, kim ola biləcəyini bildirməyib, təyin eləməyib. Ya mən yalan deyirəm, ya da onlar doğru demirlər. Ya da onlar özlərini doğrulamaq üçün Quranda belə bir ayətin olmadığını ispatlamağa çalışmalıdırlar. Bu da qeyri-mümkündür. Təhrif etmək də mümkün deyil. Başqa cür təvil edib yazmaq da mümkündür. Çünki ayə açıq, aşkar göz qabağındadır. Heç kəs bunu heç bir yerə, heç bir başqa cür, başqa məna ilə təvil edə bilməz, yoza bilməz, açıqlaya bilməz. Bu gündən ta qiyamət gününə qədər. Əgər dindən çıxmış mürtədin və ya müşrikin kəsimi keçərli olsaydı ki, deyirlər, Allah Teala bizə ət kəsənin kimliyini bəyan eləməyib, ona görə ateist olsun, bütpərəst olsun, kim olursa olsun, bismillah deyib, İslam müslimlarına görə kəsərsə halaldır. Biz ona deyirik ki, əgər belə bir şey keçərli olsaydı, o zaman Allah bu hüququ keçmiş zaman fiilindən sonra gələrək, yəni ayətin ortasında, yalnız müsəlmanlara xitab edən düşən şəxs əvəzliyi Tom illə məzəkkeytum. Siz kəsdiyinizdən başqa, sizin kəsdiyinizdən başqa ifadəsilə məhdudlaşdırmazdı. Bu hələ sadəcə buna baxaraq. Lakin bu məhdudlaşdırma sadəcə burada deyil. Bütün o ayədə keçən bitişən şəxs vəzifələrində var. Bunu da inşallah Allahın izni ilə bu dərsdən sonraki digər ikinci, üçüncü hissədə qeyd edəcəm. Tam təfsilatı ilə. Sadəcə bununla məhdudlaşdırmayıb. Yəni ət kəsənin müsəlman olmasının ilk etapda bu ayəyə görə, hələ mən Maidə 5-i danışmıyorum. Çünki Maidə 5-ə görə bu kitab əhlinə də elə bir şey tanınır. Səlahiyyət tanınır ki, kitab əhli də, yəni müsəlmanlar üçün, ya müsəlmanların özlərindən kimsə ət keçməlidir ki, o ət həlal sayılsın, ya da kitab əhlindən kimsə. Mən hələ Maidə 5-i danışmıyorum, hələ burada bunu danışıram. Bu ayəyə görə, bu etapda sadəcə illə məzəkkeytum ilə deyil,
ayetin içində qeyd olunan bütün ikinci şəxsin cəmində olan bitişik yazan şəxs vəzifələrlə ət-kəsənin müsəlman olmasının vacibliyi məhdudlaşdırılır, bilinir, təyin edilir. Qəti bir şəkildə. Bu ayə əsasən ilk kitabda ət-kəsənin kimliyini müəyyənləşdirən belə bir açıq-aşkar istisnadan sonra bu Hanza və onun düşüncəsində olanlar necə deyə bilərlər ki, nə Quranda, nə də ki, sünnətdə ət-kəsənin kimliyi Allah tərəfindən təyin edilməyib. Mən hələ sünnədən danışmıram və daha sonraki bu ikinci, üçüncü sıra sünnəyə mən sadəcə istəyirəm ki, hələ ki bu dərsində Əbu Hanzalanın özünə verilən suala hansı ayetin üzerinden verdi? Maide 3'ün üzerinden verdi. Bütün cevapları Maide 3'ten gitti. Hele ki Maide 3'ten danışmak istəyirəm. Daha sonra daireni daha da geniş götüreceğim Allah'ın izniyle. Abu Hanzala ve onun düşüncesinde olanlar necə deyə bilərlər ki, ne Kur'an'da ne de ki sünnette ət-kəsənin kimliyi Allah tarafından təyin edilməyib. Yaxud da ki, bu ve bu barədə olan digər ayələrə göre burada hitap olunanlar Müslümanlar değil. Yoktu belə bir şey. Ümumiyyətlə, onlar deyirlər, belə bir şey yoktu deyirlər ayədə. Nətər yoxdur? Bəs bu nədir? Bəs bu şirk yazılan şəxs əvəzlikləri Allah kimə səslənir? Kimdir bu ayədəki? Maide 3'te Allah'ın muhatabı kimdir? Təkrarlanan bitişik yazılan şəxs əvəzliklərində Allah'ın muhatabı kimdir? İllə məzəkkeytumda xüsusilə Allah'ın muhatabı kimdir? Ümumiyyətlə də ayənin başından sonuna qədər olan bitişik yazılan şəxs əvəzində Allah talan müxatabı kimdir? Əgər qəsd edilən müxatab müsəlmanlardırsa, necə deyə bilərsən ki, təyin edilməyib, ət-kəsənin kimliyi təyin edilməyib, bildirilməyib? O zaman kimlərdir? O zaman kimlər üçün təyin edilib? Müsəlmanlar bu ayədə özlərinə xitab olunanlar Müsəlmanlar olduğu halda necə ola bilər ki, ət-kəsənin kimliyi təyin olunmasın? Üçüncü mühüm məqam bu ayə haqqında ki, bütün danışdığımız bu məqamlar Maide 3'e görə ət-kəsənin müsəlman olmasının kimliyini təyin edən məqamlardır. Maide suresinin 3. ayesinde geçen وَاَنْ تَسْتَقْسِمُوا بِالْاَزْلَامِ ذَٰلِكُمْ فِسْقٍ Bu hisse geçir. Fal okları ile qismət axtarmağınız və yaxud da ətləri bölüşdürmək istəməyiniz sizlərə haram edildi. Baxın, fal okları ile qismət axtarmağınız və yaxud da ətləri bölüşdürmək istəməyiniz sizlərə, kimlərdir sizlər? Müsəlmanlara haram edildi. Bütün, yani biz burada yediğimiz bu günahdır. Yani fal okları ile, yani ət paylarını bölüşdürmək, yaxud da gələcəyi bilmək istəmək, özü-özünə zatında günahdır. Sadəcə fal okları etibarilə. Və yaxud da deyirik ki, bunlar günahdır, bütün bunlar günahdır və qəsd edilen nədir? Ayetin en başının en sonuna kadar haram olarak qeyd edilen her bir şey, bunlar nədir? Günah sayılır. Ayda qeyd edilen 11 növ haram nədir? Günahdır. Allah'a asi olmaktır. Allah'a karşı çıkmaktır. وَاَنْ تَسْتَقْسِمُوا بِالْاَزْلَامِ Fal okları ile gələcəyi öyrənmək və yaxud da ət paylarını bölüşmək ifadəsilə də ət-kəsən şəxsin, yəni kimliyi olması barədə, yəni burada da çox, yəni bu özü özlüyündə ayetin bir hissəsi güclü bir istinbatdır, hökümdür. Buradakı وَاَنْ تَسْتَقْسِمُوا sizin, yəni gələcəyi öyrənmək istəməyiniz fal oklarıyla yaxud da ət paylarını bölməniz, icra etməniz bu ifadədə ən təstəqsimun tərkibində olan, yəni fiilin təstəqsimu, bu indiki zaman fiilidir.
nasb halında olan indiki zaman fiilidir, nun silinir. Fiilin sonundaki cəm şəkilsi vavul cəmaə təstəqsimu vav var burada. Sizlər nədir? Sizlərin, sizlər. Vavul cəmaə, yəni kişi cinsin cəmi üçün olan şəxs əvəzliyi birbaşa müsəlmanlara xitab edir. Ayənin bu hissəsində də kəsənin kimliyinə dair yəni mühüm yəni hökm çıxarılır. Həmən bu yerdən o ən təstəqsimun bil əzləm buradan da iki çox mühüm hökm çıxarılır. Birincisi, nədir o iki hökmdən birincisi? Deyir ki, Allah şəriət yəni hüdudlarını aşmaq hökmü, fısıq. Bunu necə başa düşürük? Allah Teala faldan istifadə edərək heyvan ətini bölüşdürməyi və ya gələcəyi öyrənməyə çalışmaq fiilini, bu fiili, bu hərəkəti, bu cəhdi nə adlandırır? Fısq. Yəni, İslam qanunlarından tamamilə kənara çıxmaq. Allaha asi olmaq adlandırır. Bu deməkdir. Burada ondan söhbət etmir. Bu, yəni fısq deyiləndə qəsdilə nədir? İslamın qanunlarını tərk etmək, İslamın qanunlarına tamamilə kənara çıxmaq. İslam şəriətinin qəbul etmədiyi, daxili nizamı pozan ən ağır mənəvi və hüquqi vəziyyətlərdən biridir. İslam şəriətində bir müsəlmanın püşk, yəni fal oxlarından istifadə edərək gələcəyi öyrənməyə və yaxud da pay bölgüsü aparmağa cəhd etməsi, yaxud da realda etməsi vaqi olaraq şəriət həddlərini aşan bir üsyan böyük bir günah sayılırsa və böyük bir günah sayılırsa, İslamı əzəldən rədd edən, kökündən rədd edən müşrikin və ya haqqı tanıdıktan sonra ondan üz döndərən bir mürtədin, yaxud da kitab əhlindən başqa olan kafir müşriklərin vəziyyəti təbii olaraq daha da ağırdır. Çünki onlar zaten şəriət və yəni tövhidi kökündən rədd edərək ən böyük küfür və üsyanın daxilində yer alırlar. Böyük bir yer alırlar. Onlar şəriəti və tövhidi kökündən rədd edirlər. Bunlar üçün daha ağırdır. Allah Azze ve Celle müsəlmanlara xitab edərək fal oxlarından istifadə edərək gələcəyi öyrənməyə və ya pay bölgüsü aparmağa cəhd etmək əməlini böyük günah sayırsa, həyatı ilə əqidəsi İslam nizamından kənarda olan, kafir olan mürtədin kəsdiyi əti şəriət necə qəbul edə bilər ki? Necə qəbul edə bilər ki? Deməli, kəsimin təmiz və halal olması üçün kəsənin mütləq bu cür böyük üsyanlardan, küfür və şirk vəsfindən uzaq olan bir müsəlman olması şərtdir. İkinci mühüm məqam, cahiliyyə adət və subyektlərinin tamamilə rədd edilməsi hökmü. Məkkə dövründə müşriklər bu heyvanı, yəni bir heyvanı kəsəndə onun ətini kimin götürəcəyini, yaxud kiminlə paylaşacaqlarını bilmək istədikləri üçün, yaxud da bir işə başlayanda o işin xeyirli olub olmayacağını Kəbənin içindəki bütlərin qarşısında duran fal oxları ilə təyin edirdilər. Yəni Allah bu ayə ilə cahiliyyə dövrünün bu bütpərəst adətini müsəlmanlara qəti şəkildə haram edir. Bu hökm sübut edir ki, İslam dini heyvanın kəsilməsindən onun bölünməsinə qədər, bölüşdürülməsinə qədər olan bütün prosesi cahiliyyə müşriklərinin həm adətlərindən, həm də şəxslərindən təmizləmək istəyir. Əgər şəriət heyvanın ətini bölərkən müşrik üsulundan istifadə etməyi müsəlmanlara haram sayırsa, həmin heyvanı birbaşa bir müşrikin və ya mürtədin və yaxud da kitab əhlindən olmayan bir kafirin müşrikin kəsilməsinə icazə verməsi qeyri-mümkündür.
Çünki kəsən şəxsin kimliyi prosesin ən təməl hissəsidir. Bax, bir daha gəlin. Çünki kəsən şəxsin kimliyi prosesin ən təməl hissəsidir. Nəticə etibarilə Maidə surəsinin 3-cü ayəsindəki bütün müraciətlər, xitablar, Allah tərəfindən olan bütün müraciətlər, səslənmələr müsəlmanlaradır. Allah müsəlmanlara səslənir. Baxın, mən bunu dəfələrcə qeyd edirəm ki, daha yaxşı, daha dərindən başa düşəsiniz. Ayənin bu hissəsi bir daha təsdiq edir ki, ət kesimi və onunla bağlı olan hər bir qayda yalnız İslam nizamına tabi olan şəxslər, yəni müsəlmanlar tərəfindən icra edilə bilər. Mürtədin və müşrikin vəziyyəti isə həmçində kitab əhlindən yerdə qalan digər kafir müşriklərin vəziyyəti isə bu ayədə pislənən və qadağa edilən o cahiliyyə fəsadının tam mərkəzində yer alır. Bu səbəbdən dolayı onlar şəriətin bu daxili nizamına və təmizliyinə daxil ola bilməzlər. Nəticə etibarilə onlar bu toplumdan kənarda tutularaq tutularlar, yəni kəsdikləri də löş hükmündə olar. Dördüncü əsas məqam Maidə surəsinin 3-cü ayəsində qeyd edilən Allah Teala deyir ki, min dinikum. Mən nə haqqında danışmaq istəyirəmsə, həmən o hissəni şahid olaraq getirirəm. Əsas olaraq, sübut olaraq getirirəm. Həmən o kəsintini. Allah deyir, min dinikum fələ təqşəvhum vəxşəvni. Sizin dininizdən, yəni kafirlər sizin dininizdən əllərini üzdülər. Min dinikum sizin dininizdən. Kafirlər sizin dininizi sarsıtmaqdan ümidlərini üzdülər, deyir Allah Teala. Fələ təqşəvhum. Onlardan qorxmayın. Görürsünüz, təqşəv vav var orada. Vəxşəv vav var orada. Hər iki feildə təqşəv, onlardan qorxmayın var, müsəlmanlara aiddir. Vəxşəvni vav genə müsəlmanlara aiddir. Allah deyir, onlardan qorxmayın. Vəxşəvni məndən qorxun. Min dinikum sizin dininizdən ümidlərini kəsdilər. Kum, sonra iki dəfə dalbada, iki dənə feilin sonunda vav. Ayənin bu hissəsində Allah bildirir ki, kafirlər artıq sizin dininizi sarsıtmaqdan ümidlərini kəsdilər. Ona görə də onlardan yox, Allahdan qorxun. Yəni, buradan çıxarılan hökm nədir? Heyvan kəsimi bəsit bir texniki iş deyil. İslamda şəairüddin, yəni dinin rəmizləri, ibadətləri siyahısına daxildir. Yəni, ayindir bu, ibadətdir bu. Dinin şüarlarındandır. Allah bu ayda müsəlmanların dinini tam müstəqil, qapalı və izzətli bir nizam olduğunu bəyan edilir. Yəni, qapalı dedikdə heç bir müdaxilə ola bilməz. Onun qanunlarında heç bir pozuntu ola bilməz. İslamı tərk edən mürtədin və ya İslamı qəbul etməyən müşrikin, yaxud da kitab əhlindən olmayan kafir və müşriklərin etdiyi, icra etdikləri kəsimdə bu müstəqil və kamil dinin hüquqi çərçivəsinə daxil ola bilməz və daxil olmur. Çünki kəsim hökmü müsəlmanların öz dininə, dinikum məfhumuna aid, sizin dininizdən, bu sizin dininizdən məfhumuna aid olan bir qaydadır. Beşinci bir başqa bir məqam, Maidə surəsinin 3-cü ayəsində keçən əkməltu ləkum dinəkum. Sizin üçün dininizi kamil etdim. O hissəsi, Maidə 3-də keçən o hissə. Bu ifadə, yəni əkməltu ləkum ifadəsi kəsən şəxsin kimliyi və müsəlman olmasının vacibliyi barədə ən qüvvətli, yəni hökmlərdən, çıxarılan hökmlərdən, təməllərdən birini təşkil edir.
Buradaki lekum, le cer hərfidir. Cer hərfidir. Kumda şəxs əvəzliyidir. Bitişik yazan şəxs əvəzliyidir. Gördünüz, kum gəlir. Kum. Sizin üçün. Nəyi? Dinekum, dininizi. Dinekum, kum. Kum, kum. Orada da kum, burada da kum. Cer hərfindən sonra kum gəlir. Din sözündən sonra kum gəlir. İfadelərində olan bitişik yazan şəxs əvəzlikləri birbaşa müsəlmanlara aiddir. Bu cümlədən ət kəsənin kimliyinə dair çox incə və sarsılmaz iki hökm çıxarılır. Birinci hökm, heyvan kəsiminin texniki bir iş yox, əksinə dini ayin ibadət olması hökmü. Allah dininizi kamil etdi ifadəsini haram və halal ətlərin qaydalarını bəyan etdikdən dərhal sonra getirir. Bu xüsusi ardıcılıq təsadüfi deyil. Əgər heyvan kəsimi sadəcə qarın doyurmaq üçün edilən bir, yəni bəsit bir texniki və ya dünyavi bir iş olsaydı, Allah onun hökmlərini tamamladıktan sonra deməzdi ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamil etdim deyə buyurmazdı. Əsla və əsla. Bu cümlə sübut edir ki, şəriətə uyğun olan ət kəsimi İslam dininin bir parçası, onun bir ayini və ibadətidir. Bir daha qeyd edirəm. Bu Əl-yevmə əkməltu ləkum dinəkum cümləsi sübut edir ki, şəriətə uyğun olan ət kesimi İslam dininin bir parçası, onun bir ayini və ibadətidir. Bir əməl din kateqoriyasına daxildirsə, o əməlin qəbul olunması üçün onu icra edənin mütləq həmin, yəni həmən o dinin mənsubu, yəni müsəlman və yaxud Maidə surəsinin 5-ci ayətinə görə kitab əhlindən birinin olması şərtdir. Bir əməl din kateqoriyasına daxildirsə, bir daha təkrarlayıram, o əməlin qəbul olunması üçün onu icra edənin mütləq həmən dinin, yəni mənsubu, yəni müsəlman və yaxud Maidə surəsinin 5-ci ayəsinə görə kitab əhlindən olması şərtdir. İslamı qəbul etməyən müşrikin və ya onu tərk edən mürtədin və yaxud kitab əhlindən başqa yerdə qalan bütün kafirlərin həyata keçirdikləri kəsim bu kamil dinin daxili ayini sayıla bilməz və etibarsızdır. 2. Dini müstəqillik və izzət, yəni hökmünün istinbatı. Allah orada deyir ki, dinəkum, sizin dininizi, deyir, Əl-yevmə əkməltu ləkum dinəkum, sizin dininizi, bugün sizin dininizi tamamladım ifadəsi, dinəkum ifadəsi, İslamın digər bütün batil inanclardan tamamilə ayrı olduğunu, müstəqil və kamil bir hüquq, yəni sisteminə, yəni nizamına sahib olduğunu bəyan edir. Nemətin və dinin müsəlmanlar üçün tamamlanması o deməkdir ki, müsəlman icması ət qidalanması kimi mühüm bir mövzuda öz dinindən kənar şəxslərin, xüsusilə də dindən çıxmış mürtədlərin və ya bütpərəstlərin kəsimlərinə möhtac deyildir və ola da bilməz. Burada yenə də daxildir kimlər? Kitab əhlindən başqa yerdə qalan bütün kafir müşriklər. 6. 3 Maidə surəsinin 3-cü ayəsində keçən və ətməmtu aleykum ni'məti. Ətməmtu, mən tamamladım. Kimdir tamamlayan? Allah Taala'dır. Kimin üçün tamamlayıb? Aleykum. Sizlər üçün. Kimdir o sizlər? Müsəlmanlar. Nəyi tamamladım? Nimətimi. Sonra nə deyir davamında? Və raditu lekumul İslamə dinəm. Sizin üçün din olarak İslam dinini beğenip seçtim. Kim razı bu seçimi etti? Kim bu seçimden razı kaldı? Elbette ki Allah. Raditu, mən razı kaldım. Kimin için? Lekum, sizler için. Muhatap kimdi? Müslümanlardı. Allah nimetini Müslümanların üzerinde tamamladığını ve onlar için din olarak seçtiğini bildirir. Gene muhatap Müslümanlardı. Nimetin tamamlanması o demektir ki Müslümanlar artık neyin ki sadece
digər hüquqi məsələlərdə, o cümlədə də ət qidalanması məsələsində bu ayəyə görə kitab əhlindən başqa yerdə, yəni Maidə 5-ə görə də təbii ki, kitab əhlindən başqa yerdə qalan qeyri-müsəlmanların kesimlərinə möhtac deyirlər. Ola da bilməzlər. İslam şəriəti müsəlman icmasına öz daxilində tam bir nizam bəxş edib. Və o nizam üzərində olmalarını tələb edir, istəyir Allah Taala bizdən. O nizam üzərində olmamızı istəyir. Buna görə də kəsim icrasını edən şəxs mütləq bu nemətə ortaq olan, yəni ya müsəlman birisi, ya da Maidə surəsinin 5-ci ayəsinə görə kitab əhlindən bir nəfər olmalıdır. Mütləq. 4. Dördüncü bu ayədən çıxarılan 4-cü əsas məqam, bənd, fəməni turra, kim, fəmən, mən şərt ədatıdır bu. Kim, şərt mənasını verən bir isimdir. Kim aclıq üzündən məcburiyyət qarşısında qalarsa, deyir Allah Taala. Kim aclıq, fəməni turra, kim aclıq üzündən məcburiyyət qarşısında qalarsa, ayənin sonunda qeyd olunur ki, əgər bir müsəlman acından ölmək həddinə gəlib çatarsa, yəni məcbur qalarsa, günaha meyl etmədən bu haram ətlərdən ölməyəcək qədər yeyə bilər. Yəni, zərurət qədərinə görə təqdir edilir də. Yəni, günaha meyl etmədən bu haram ətlərdən ölməyəcək qədər yerə bilər. Bu zərurətdir. Şərt ədatından qəsd edilən kimlərdir? Yenə müsəlmanlardır. Burada ateistlərdən sonra məndən şərt mənasını verən bu isimdən qəsd edilən nə ateistdir, nə müşrikdir, nə bilim, nə mürtəddir, nə bu kitab əhlinin dışında olan kafir müşrik. Bunların heç biri deyil. Məhz müsəlmanlardır. Məhz müsəlmanlardır. Əgər Maidə surəsinin 3-cü ayəsində kitab olunanlar müsəlmanlardırsa və ət kəsənin kimliyi açıq-aşkar şəkildə sizin də başa düşdüyünüz kimi təyin olunursa net bir şəkildə, o zaman biz necə deyə bilərik ki, ət kəsənin kimliyi ilə bağlı Allah Taala Quran və sünnətdə bizə heç bir şey bildirməyib. Bu istisna yalnız fövqəladə, yəni həmin o fəməni turra, kim aclıq üzündən məcburiyyət qarşısına qalarsa, yəni günaha meyl etmədən bu haram, ayətin əvvəlində başına qeyd edilən o haram ətlərdən ölməyəcək qədər yeyə bilər. Yəni, qarnının mədəsini doldurmamalıdır. Həmən bu istisna yalnız fövqəladə halda müsəlmanlara tanınan bir rüxsətdir, güzəştdir. Normal şəraitdə isə müsəlman ancaq öz din qardaşlarının və yaxud da kitab əhlinin kəsdiyi ətlərdən yeməlidir. Əgər ki, Əbu Hanzala və onun fikrində olan insanlar desəydilər ki, bu haram olan ətlərdən zərurət halında, adam məsəl üçün səhradadır, uçaq partlayıb, düşüb qalıb səhrada, yaxınlıqda yaşayan insanlar yoxdur, ev yoxdur, heç nə yoxdur. Quru səhradır, ucu bucağı görülməyən bir səhradır. İnsan da günlərdir, aylardır yol gedir. Burada ona rüxsət var ki, o haram olan ətlərdən qarşısına çıxarsa, dili və yaxud da ölü, gücü özünə gələnə qədər, gözünə işıq gələnə qədər, müəyyən bir qədər o rüxsətdən istifadə edərək yesin, mədəsini doldurmamaq şərti ilə. Bu cür desələr, rüxsət zərurət olaraq, normal şəraitdə isə bunlar mümkün deyil belə bir şey eləmək desələr, deyərik ki, hə, burada problem yoxdur. Bunu da deyərkən, əgər öz öncəki dediklərindən vaz keçib desək ki, akazıvızsa, sən demək ki, əslində Quran və sünnətdə ətkəsənin kimliyi həqiqətdə təyin edilib, biz bilməmişik. Və bunun üzərində bu zərurət, rüxsət halını olduğu kimi qeyd etsələr doğru şəkildə, deyərik, burada problem yoxdur. Amma problem orasındadır ki, dəvət piyasasında olanlar və özlərini elmə nisbət edənlər
Deyirlər ki, yoxdur. Ət kəsənin kimliyinin bəyanı yoxdur. Və Bismillah deyib, kim olursa olsun, Bismillah deyib, İslam üsullara görə kəsərsə, halaldır o ət. Bu yanlışdır. Belə bir şey yoxdur. Bunu heç bir şəkildə heç kimsə ispatlaya bilməz. Nə Qurandan, nə sünnədən. Bunu inşallah növbəti dərslərdə də inşallah Allahın izni zamanla sübut edəcəm. Maidə surəsinin bu ayələrində müsəlmanlara xitab edilməsinə baxmayaraq, orada heyvanı kəsən şəxsin kimliyinin, yəni vəsfini və hansı inanca sahib olmasının bəyanı çox aydın və net bir şəkildə qeyd edilmişdir. Bir daha qeyd edən Maidə surəsinin bu ayələrində, istəyir Maidə surəsinin 3-cü ayəsi olsun, istəyir 5-ci ayəsi olsun, müsəlmanlara xitab edilməsinə baxmayaraq, özəlliklə Maidə surəsi 3, orada heyvanı kəsən şəxsin kimliyi, yəni kimliyi, istəyir Maidə 3-də, istəyir Maidə 5-də, vəsfi və hansı inanca sahib olmasının bəyanı çox aydın və net bir şəkildə qeyd edilmişdir. Bunu siz də məni dinləyərək yəqin başa düşmüşsünüz. Alimlər yəni bunu üç mühüm, yəni biz bunu üç mühüm qayda ilə yəni əsaslandıra bilərik. Birinci qayda istisna qaydasıdır. Kitab əhlinin Maidə surəsinin 5-ci ayəsində xüsusilə qeyd edilməsi. Maidə surəsinin 5-ci ayəsində Allah Azze və Cəllə müsəlmanlara buyurur ki, kitab əhlinin, yəni Yahudi və Xristiyanların kəsdikləri də sizə halaldır. Yəni sizə halal edildi. Bəli, məhz kitab əhlinin kəsdikləri də sizədir. Mən demirəm kəsdikləri də sizə halal edildi. Çünki bu ayətin əvvəli var. Bundan öncə də Allah Taala bir şeyləri halal edir. Maidə surəsinin 5-ci ayəsində ona görə davamında deyir ki, kitab əhlinin kəsdikləri də sizə halaldır. Yaxud da halal edildi. Əgər heyvanı kəsən şəxsin kimliyinin, dininin və əqidəsinin heç bir önəmi olmasaydı, Allah ayrı xüsusi olaraq kitab verilənlər, kitab əhli qrupunu vurgulamazdı ki. Niyə görə vurguladı o zaman? Əgər hər kəsin ateistin, bütpərəstin, mürtədin, kitab əhlindən başqa olan kafir və müşriklərin kəsdikləri halal olsaydı, halal sayılsaydı, ayə sadəcə deyərdi ki, hər kəsin kəsdiyi ətlər sizə halaldır. Yaxud da bütün kafirlərin kəsdikləri ətlər sizə halaldır şəklində ayə nazil edə bilərdi. Ayədə xüsusi bir qrupun adının çəkilməsi ki, onlar da kitab əhlidir, o qrup kitab əhlidir, kəsənin kimliyinin şəriət tərəfindən şərt olaraq qoyulduğunu bəyan edir. Kəsənin kimliyinin şəriət tərəfindən, Allah tərəfindən şərt olaraq qoyulduğunu bəyan edir. İkinci qayda məfhumul müxalifə qaydası, əks məna qaydası. Bir hökm xüsusi bir vəsflə və ya qrupla məhdudlaşdırılırsa, onun əksi olan qruplar o hökmün xaricinə çıxır və yaxud da xaricində qalır. Yəni, basit bir dildə ifadə edirəm ki, hər kəs başa düşsün. Bir hökm xüsusi bir vəsiflə və ya qrupla məhdudlaşdırılırsa, onun əksi olan qruplar, yəni kitab əhlini Allah Taala təxsis etdi, xüsusilə vurğuladı, o zaman onun əksi olan qruplar, başqa kafir və müşriklər o hökmün xaricinə, yəni kəsilən ətin halal olması hökmünün xaricinə çıxırlar və yaxud da xaricində qalırlar. Bu hökmə daxil olmurlar. Bu hökm sadəcə kitab əhlinə aiddir. Yəni Allah ayədə kəsənlər arasından yalnız müsəlmanların kitab olunan tərəf olaraq, yəni və kitab əhlinin istisna edilən tərəf olaraq kəsdiklərini halal saymışdır. Bu artıq Maidə surəsinin 5-ci ayəsində. Və diqqət edin ki, artıq Maidə surəsinin 5-ci ayəsini açıqlayıram. Maidə 3-də başa düşdük ki, açıq, aşkar ət kəsənin kimliyi, yəni müsəlman olması təyin edilib. İndi isə Maidə surəsində də
əhd kəsənin kimliyi əsl olaraq yenə müsəlmanın olması təyin edilir, vurğulanır. Üstə gəldi əlavətən də kitab əhlindən olanların da kəsdikləri, yəni əhd kəsmək, yəni səlahiyyətinə, yəni sahib olduqları icazəli, onlar haqqında icazəli olduğu hökm bizə bildirilməkdədir. Yəni bu ayədə biz başa düşürük ki, nəinki müsəlmanın kəsdiyi halaldır, 5-ci ayə, həmçinin kitab əhlinin kəsdiyi müsəlmanlar üçün halaldır. Bu səfər bir müsəlman üçün iki kəsim halal ola bilər. Birincisi, müsəlmanların özlərindən bir nəfərin kəsdiyi ət, ikincisi də özlərindən olmayan, yəni kitab əhlindən olan bir nəfərin kəsdiyi ət. Deməli, Allah ayədə kəsənlər arasında yalnız müsəlmanların xitab olunan tərəf olaraq, çünki xitab eləyir. Orada da Allah Taala xitab eləyir. İndi ayəti qeyd eləyəcəm sizə. Orada da Maidə surəsinin 3-cü ayəsindəki kimi birbaşa yenə orada müsəlmanlara xitab etməklə başlayır Maidə surəsinin 5-ci ayəsində. Ona görə deyirəm ki, kəsənlər arasından yalnız müsəlmanların xitab olunan tərəf olaraq və kitab əhlinin istisna edilən tərəf olaraq kəsdiklərini halal saymışdır. Bunun əks mənası odur ki, bu iki qrupdan kənarda qalan digər şəxslərin, yəni digər batil din sahibləri olan mürtədlərin, bütpərəstlərin və digər yerdə qalan bütün kafirlərin kəsdikləri ətlər halal deyil biz müsəlmanlar üçün. Beləliklə, ayə müsəlmanlara xitab etsə də, uca Allah kəsənin kimliyini müsəlmanlar haqqında həm müxatab olaraq, həm də ki, qəti şəkildə təyin edərək, yəni həm Allah Taala müsəlmanlara ayətin başında xitab edərək, həm də ayətin içində təyin edərək, yəni iki şəkildə həm xitab edərək, həm də ayətin içində təyin edərək təyin etmişdir. Kitab əhli haqqında isə istisna edərək məhdudlaşdırmış və təyin etmişdir bu hökmü. Maidə 3-cü əsas məqam, Maidə 3-cü ayəsindəki, yəni qadağalarla, yəni inteqrasiya hökmü. Maidə surəsinin 3-cü ayəsində müsəlmanlara haram edilən ətlər sadalanarkən belə buyurulur. Allah Teala belə buyurur. Allahdan başqasının adı ilə kəsilənlər, yəni sizə haram edildi. Sonra deyir, və bütlər üzərində kəsilən heyvanlar da sizə haram edildi. Yəni ayrı-ayrı Allahdan başqasının adı ilə kəsilənlər, sonra deyir, və bütlər üzərində kəsilən heyvanlar sizə haram edildi. Bu ayə, yəni Maidə 3, şəxsin daxili niyyəti və kimliyi ilə birbaşa bağlıdır. Maidə 3. Məsələn, bütpərəst və ya mürtəd bir şəxs heyvanı kəsərkən onun niyyəti və batil inancı İslamın kəsim prinsiplərinə ziddir. İslamın kəsim prinsiplərinə ziddir. 3-cü ayə kəsimin necə və kimin üçün kəsilməsini təyin edirsə, kəsiləcəyini təyin edirsə, 5-ci ayə, Maidə 5-ci ayəsi bu kəsimi icra edə biləcək şəxslərin dairəsini, yəni məhz müsəlmanlar və kitab əhli ola biləcəklərini təyin edərək altını cızır. Yəni bu kəsimin kimin tərəfindən təyin olunma məsələ söhbəti 3-cü Maidə 3-də də var. O Maidə 3-də də var. Həm haram ətlərin növləri bəlli açıqlanır, bəyan edilir, həm də müxatab müsəlmanlar olduğu üçün İllə mə zəkkeytum, sizlərin özünüzün canı çıxmadan öncə kəsdiyiniz heyvanlar müstəsnadır, yəni halaldır. Yəni əgər halaldırsa, deməli müsəlmanların özlərinin kəsdikləri halaldır. Deməli müsəlmanlar öz kəsdikləri, müsəlmanların özləri kəsdikləri halaldırsa, bu əsildir. Bu əsildir. Bu əsildir. İslam dini müsəlmandırsa, müsəlmanın halal olaraq yeyə biləcəyi bir ət olmalıdır. Allah da dedi ki, illə mə zəkkeytum. Canları çıxmadan öncə kəsdiyiniz ətlər müstəsnadır, yəni halaldır. Deməli, vurğulanan Maidə 3-də, ayrıca da Maidə 5-də vurğulanır, həm müsəlman haqqında, həm də kitab haqqında ət kəsənin kimliyi. Xülasə olaraq, Allah müsəlmanlara xitab edərək, müraciət edərək, onlara kimlərin
kəsdiyi ətləri yeyə biləcəklərinin sərhədlərini öyrədir, bəyan edir. Qaydalar çox konkretdir. Kəsən ya müsəlman icmasından olmalıdır, ya da ki, səmavi kitab mənsubu, kitab əhlindən bir nəfər olmalıdır. Maidə surəsinin 3-cü ayəsinə dayanaraq kəsənin müsəlman olmasının və ya ayənin icazə verdiyi çərçivədə olmasının şərt olduğunu demək olar. Maidə surəsinin 3-cü ayəsinə dayanaraq kəsənin müsəlman olmasının şərt olduğunu demək olar. Lakin bu nəticəyə sadəcə kitab müsəlmanlaradır deyərək deyil, sadəcə bununla deyil. Ayənin daxilindəki çox mühüm, yəni iki elmi əsasla da varmaq olur. Varmaq mümkündür. Birinci elmi əsas nədir? Allahdan başqasının adı və yəni bütlər üçün kəsilənlər sizə haram edildi. Bu iki dənə qeyd. Allahdan başqasının adı qeydi və bütlər qeydi. Burada əqidə bağlılığı var. Ayədə müsəlmanlara haram edilən ətlər sayılarkən Allah buyurur ki, Allahdan başqasının adı ilə kəsilənlər və bütlər üzərində kəsilən heyvanlar sizə haram edildi. Bir heyvanın kəsilərkən Allahdan başqasının adı ilə kəsilməməsi və bütlərə qurban edilməməsi üçün kəsən şəxsin qəlbində və şuurunda bütləri rədd edən bir inanc olmalıdır. Bax, çox mühüm məqamdır. Bir heyvanı yəni kəsərkən Allahdan başqasının adı ilə yaxud da kəsilməməsi və bütlərə qurban edilməməsi üçün, yəni kəsən şəxsin qəlbində və şuurunda və niyyətində bütləri rədd edən bir inanc olmalıdır. Müşrik və mürtəd öz inancı gərəyi heyvanı kəsərkən şuurlu şəkildə İslamın tövhid, yəni təkallahlıq prinsipini qəbul edərək kəsmir. Aya müsəlmanlara xitab etdiyi üçün müsəlmanlara öz inanclarına uyğun şəkildə, yəni yalnız Allah adı ilə kəsilən ətləri yeməyi əmr edir. Bu isə birbaşa kəsən şəxsin müsəlman və ya İslamın icazə verdiyi kitab əhlindən olmasını şərt edir, şərt qoyur. İkinci elmi əsas, dinin kamil olması hökmü. Eyni ayənin, yəni Maidə surəsinin 3-cü ayəsinin davamında Uca Allah belə buyurur. Bugün dininizi sizin üçün kamil etdim və sizə olan neymətimi tamamladım. Və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Allah bu ayədə yeyilməsi haram olan ətlərin növlərini bəyan etdikdən dərhal sonra dininizi kamil etdim və din olaraq İslamı seçdim buyurur. Buradaki hitap ve hüküm, yani İslam dininin bütün dinler üzerine yegane hak din olarak üstünlüğünü ve müstakilliğini açık aşikar beyan edir. İslam dinine ait olan bir ibadet veya bir ayin, heyvan kesimi de, yani İslam'da ibadet növü sayılır. Ve İslam dinine ait olan bir ibadet, yalnız bu dinin mensupları, Müslümanlar ve aynı zamanda Maidə suresi 5-ci ayəsinə görə kitab əhli tərəfindən icra edildikdə kamil və etibarlı sayılır. İslamı tərk edən mürtədin və ya onu heç vaxt qəbul etməyən müşrikin kəsimi bu kamil dinin qaydalarına heç vaxt daxil ola bilməz. Bəs kitab əhli necə istisna olunur yəni? Əgər Maidə suresi 3-cü ayəsi tamamilə kəsənin müsəlman olmasını şərt qoyursa, ki qoyur, Maidə 3-də kitab əhlindən söhbət getmir. Maidə 3-də məhz kəsənin müsəlman olması kimliyi təyin olunur. Eyni zamanda haram ətlərin növləri təyin olunur. Haram olan şeylər, yəni növləri təyin olunur. Çünki orada fala baxmaq da var, faloqları ilə. Maidə 3-də, yəni tamamilə kəsənin müsəlman olması şərti qoyulursa, bunun bəyanı varsa, Hristiyan və Yahudilərin kəsdiyi, yəni ət, necə və niyə halal olur? Yəni,
Bunun cevabı da bundan önce qeyd etdiyim kimi yenə də Maide surəsinin 5-ci ayəsindədir. Yəni fıkha görə, İslam yəni hüququna görə, yəni ümumi hökmü xüsusi hökmlə məhdudlaşdırmaq qanuna daxildir, qaydasına daxildir bu məsələ. Uca Allah Maide surəsinin 3-cü ayəsində ümumi bir qayda qoyur. Kəsim İslam prinsiplərinə uyğun olmalı, yəni kəsən müsəlman olmalıdır. Maide surəsinin 5-ci ayəsində isə Uca Allah bu, yəni ümumi qaydaya ki, kəsən artıq müsəlman olan müsəlman üçün təyin edilmişdir, yeganə istisnanı əlavə edir. Yəni müsəlmanlardan başqa yalnız kitab əhlinə, səmavi din kökləri olan bu kitab əhlinə onlar haqqında kəsim və eyni zamanda onlardan olan bir qız ilə evlənmək kimi icazələri verir. Mürtədlər və müşriklər isə nə müsəlmandırlar, nə də Maide surəsinin 5-ci ayəsindəki xüsusi istisnaya daxildirlər. Bu səbəbdən kitab əhlindən başqa onlardan sayılmayan yerdə qalan bütün kafirlər Maide surəsinin 3-cü və 5-ci ayələrinin haramlıq kökü altında qalırlar. İndi isə gəlin hamılıqla birlikdə Abu Hanzala verilən sualın cavablandırdığı digər bir hissəni dinləyək. Daha sonra isə gələk ki, elmi rəddiyəni Allahın izni ilə verəcəm. Peygamber Aleyhisselatü Vesselam döneminde genelde müşrikler putlara kestikleri için ve leş yedikleri için Allah Resulü sallallahu aleyhi ve sellem ve sahabe onların etlerini yememiştir veya onların etlerine karşı davranmışlardır. Temkinli davranmışlardır, emin olmak istemişlerdir. Ama günümüzde Müslüman olsun olmasın, insanlar İslam'ın hassasiyetlerini gözeterek et kestikleri için, putlara et kesmedikleri için, kabirlere, türbelere et kesmedikleri için veya bu şartların tahakkuk ettiğini bildiğimiz şeyler varsa bunları yiyebiliriz. Sonraki gelen dönemlerde Peygamber Aleyhisselatü Vesselam dönemindeki o etlere karşı gösterilen hassasiyetin müşriklerin kestiği etlerin kesinlikle yenilmeyeceği anlamında olduğunu düşünmüşlerdir. Ama bu doğru bir yaklaşım değildir. Abu Hanzala qeyd edir ki, Peygamber sallallahu aleyhi ve sellemin zamanında müşriklər ümumiyyətlə bütlər üçün yəni bütlər üçün kəsikləri kəsirdilər və məhz bütlər üçün kəsdikləri üçün və leş yedikləri üçün Allah Resulü sallallahu aleyhi ve sellem və sahabələr onların ətlərini yeməmişdilər və onların ətlərinə qarşı təmkinli davranmışdılar, əmin olmaq istəmişlər. Bax, özellikle bunu qeyd edirəm ki, Abu Hanzala bu cümləni deyərkən nə dedi? Dedi ki, müsəlmanlar Peyğəmbər sallallahu dövründə, yəni onlar deyir, müşriklərin ətlərinə qarşı təmkinli davranmışdılar sahabələr. Əmin olmaq istəmişdilər. Amma günümüzdə müsəlman olsun və ya olmasın, insanlar İslamın yəni həssasiyyətlərini gözətərək ət kəsdikləri üçün bütlərə, qəbirlərə, türbələrə, yəni və başqa şeylərə ət kəsmədikləri üçün onların kəsdiklərini yeyə bilərik. Bu Abu Hanzala deyir. Sonraki gələn dönemlerde Peygamber sallallahu aleyhi ve sellem yani min zamanındaki etlere karşı gösterilen hassasiyetin müşriklerin kestikleri etlerin kesinlikle yiyilmeyeceği anlamda olduğunu düşündüler. Yani sonra gelenler düşündüler ve bu cür kabul ettiler ve buna göre yemediler yani. Ama bu doğru bir yaklaşımdır. Abu Hanzala deyir ki, belə etmeyi, yani bu cür etmeyi, sonraki gelen dönemlerde Peygamber sallallahu aleyhi ve sellemin zamanındaki etlere karşı gösterilen hassasiyetin kimler tarafından? Peygamber sallallahu aleyhi ve sahabeler tarafından. Müşriklerin kestikleri etlerin kesinlikle yiyilmeyeceği anlamında olduğunu düşündüler. Yani sonra gelen nesiller, tabiinler, etba'ut tabiinler, onlardan sonra gelenler, alimler. Ve bunu dedikten sonra Abu Hanzala qeyd edir ki, amma bu doğru bir yaklaşım değil. Yani bir doğru, yani doğru yaklaşım değilse, doğru olan yaklaşım nedir? Necə yani? Burada hansı bir hassasiyetten söhbət gedər? Yani Peygamber sallallahu aleyhi ve sellem
bir şeyi edirdisə, yaxud da tərk edirdisə, onu, yaxud da səhabələr onu hansısa bir həssasiyyətə görə edib, əməl edib, yaxud da tərk edirdilər. Yoxsa dində, şəriətdə olan qanuna görə, ilahi qanuna görə belə olduğu halda hansı bir həssasiyyətdən söhbət gedə bilər? Yəni, bu birbaşa nə deməkdir? Yəni, əgər Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrdən sonra gələn nəsillər məhz Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrin etdiyinin eynisini edirsə, onlar o cür etdikləri üçün. Bu gün də Abu Hanzla deyirsə ki, vurğulayaraq ki, yox, onların Peyğəmbərə və səhabələrə baxaraq bu cür etmələri doğru bir yaxlaşım deyil. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrin də yaxlaşımı doğru bir yaxlaşım deyil. Onlar müşriklərin ətlərini yeməyərkən, onlar da onda xəta eləyiblər, belə çıxır ki. Bu cür başa düşülür, bu başqa cürdə başa düşülə bilməz. Əgər mən bu günləri Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələri zamanlarında müşriklərin ətlərini yemədikləri üçün yemirəmsə və sən də mənə deyirsənsə ki, bu doğru bir yaxlaşım deyil və halbuki mən özümdən heç bir şey çıxartmamışam. Mən özümdən onca olan Peyğəmbərimə, mənə örnek olan Peyğəmbərimə və azı dişlərimlə, iki əlimlə, ayağımla möhkəm ətəklərindən yapışmam gerəkən sahabələrə baxıramsa, onları özümə örnek götürürəmsə, yemirəmsə və sən də mənə deyirsənsə ki, bu doğru bir yaxlaşım deyil, o zaman onlar da doğru bir yaxlaşım içində olmayıblar. Peyğəmbər və sahabələr sallallahu aleyhi ve sellem və radiyallahu anhum ecmaîn. İndi doğru bir yaxlaşım, doğru olmayan bir yaxlaşım Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinin və yaxud da onlardan sonra gələnlərin ət yeməmələri olub, yoxsa ki, Abu Hanzala və onun düşüncəsində olub bu cür danışanların, bu cür nasları, Quran ayələri və hədislərini bu cür təhlil edənlərin yaxlaşımıdır. Bu yanaşma ilk baxışda yəni müəyyən bir yanlış bir məntiqlə əsaslandırılmağa çalışılsa da, yəni fıqh və usul fiqh elminin qaydalarına, səhabələrin icması yəni baxımından doğru deyildir. Bu cür düşünmək İslam yəni hüququnun ən təməl prinsiplərini və ayələrin qoyduğu qəti sərhədləri nəzərə almamaqdan irəli gəlir. Bu cür düşünmək İslam hüququnun ən təməl prinsiplərini və ayələrin qoyduğu qəti sərhədləri nəzərə almamaqdan irəli gəlir. Gəlin bu iddiaların niyə yanlış olduğunu və İslam alimlərinin bu məsələyə necə yəni yanaşdığını çox sadə və aydın yəni bəndlərlə Allahın izniyle sübut edək. Birincisi, səbəb və şərt arasındakı fərq, yəni ən böyük xəta, səbəb və şərt arasındakı fərq ki, bu özü-özünə ən böyük xəta sayılır, bu cür etmək. Bu iddiada belə bir yəni məntiq qurulur ki, yəni daha doğru Əbu Hanzala və onun düşüncəsində olan insanlar belə bir məntiqlə öz yəni iddialarını əsaslanmaya çalışırlar ki, müşriklərin əti ona görə haram idi ki, onlar bütlərə kəsirdilər. Yəni bu səbəbdir. Müşriklərin kəsdikləri ət ona görə haram idi ki, onlar bütlərə ibadət edirdilər, kəsirdilər daha doğrusu. Bunu səbəb olaraq görürlər. İndi bütə kəsilmirsə, demək müşriklərin kəsdikləri ət halal olmalıdır. Fikir verdiniz? Yəni onlar da ki, müşriklərin kəsdikləri ətlər ona görə haram idi ki, onlar bütlərə kəsirdilər. Bu səbəbdir onlara görə. İndi isə bütlərə kəsmirlər. Kəsmirlərsə, demək yenə də müşriklər olsalar, müşrik olsun, ateist olsun, kim olursa olsun, kəsərlərsə, o zaman halal sayılır. Lakin İslam hüququnda heyvanı kəsən şəxsin müsəlman və ya kitab əhli olması bir səbəb deyil. Şərtdir, şərt, vəsf şərti. Əti kəsənin vəsf şərti, vəsf, sifət. Bir hökmün şərti ortadan qalxarsa, həmən o əməl etibarsız sayılar. Yəni, vəsf nədir? Müsəlman olmaq. Kişi üçün vəsf nədir? Vəsf şərti, müsəlman olması. Kişi üçün vəsf şərti nədir? Kitab əhlindən olması. Bu şərtdir, vəsf şərti. Əgər bu vəsf şərti ortadan qalxarsa, həmin əməl nə olar?
etibarsız sayılar. Məsələn, namaz qılmaq üçün dəstəmaz almaq, məsələn, şərtdir. Dəstəmazsız olmaz. Bir insan tamamilə təmiz olsa belə, bədənində yəni heç bir çirk olmasa belə, dəstəmazsız yəni namaz qıla bilərmi? Yəni təmizdir, bədəndə də heç bir çirk yoxdur. Dəstəmazı da yoxdur. Təmiz olduğu halda dəstəmazsız namaz qıla bilərmi? Dəstəmaz almadan. Xeyr. Çünki şəriət təmizlik, yəni necə gəldi bir təmizliyi deyil. Şəriətin qeyd etmədiyi təmizliyi deyil. Ümumi mənada olan bir təmizlik deyil. Məhz qeyd etdiyi dəstəmaz təmizliyi altında olan qeyd edilən xüsusi bir təmizlənmə şərti qoyub və onu tələb edir bizdən. Xüsusi bir təmizlənmə ki, bu da dəstəmazdır, ya da təyəmmümdür, ya da qüsl də ola bilər. Bunlardan birini tələb edir məndən. Eyni ilə bunun kimi heyvanın halal olması üçün də kəsənin mütləq müsəlman və ya kitab əhli olması şərtdir. Necə ki, mən namaz qılmaq istəyirəmsə, baxmayaraq ki, üstüm başım tərtəmizdir, bədənim tərtəmizdir, heç bir çik yoxdur. Bu dəqiqə çıxmışam hamamdan. 2 saat, 3 saata çinmişəm. Lakin dəstəmaz almamışam. Bəlkə də qüsl almalıydım, almam gərəkirdi, amma qüsl almamışam. İndi ola bir şey, su da yoxdur, dəstəmaz almalıyam, ya da qüsl almalıyam, təyəmmüm almamışam və s. və ilə axır. Yəni, bunlar məndən tələb edilən xüsusi təmizliyi həyata keçirmədən İslamın qeyd etmədiyi bir təmizlik üzərindən gəlib namaz qılsam qəbul olar? Yox, əsla. Eləcə də ət məsələsi heyvanın halal olması üçün də kəsənin mütləq müsəlman və ya kitab əhlindən olması şərtdir. Kitab əhlindən başqa yerdə qalan bütün kafirlərdən kimisə daxili, yəni kiminsə daxili niyyəti, yerdə qalan kafirlərin kiminsə daxili niyyəti, yəni bütə kəsmək istəməməsi və yaxud da bütlər, yaxud pillər və s. bu kimi şeylər üçün vaqiədə kəsməmələri bu şərti əvəz edə bilməz. Yəni, bir daha, bu adam əgər mürtəddirsə, bu adam müşrikdirsə, bu adam kitab əhlindən başqa yerdə qalan kafirlərdən biridirsə, bunlarda nə vəsfi var? Kafirlik, müşriklik vəsfi var. Küfür, şirk vəsfi var ki, onlara kafir deyirik, onlara müşrik deyirik. Və onlar nə müsəlmanlar sinifinə daxildir, nə də kitab əhli sinifinə daxildir. Deməli, onların üzərində vəsf şərti nədir? Müsəlmançılıq, İslamdır? Yox. Kitab əhlindən olmalılardır? Yoxdur. Nədir? Küfür və şirkdir. Və kitab əhlinin xaricində olan kafirlərdir. Baxmayaraq, yəni belə olduqları halda, İslam üzərinə ya da kitab əhlinin olmadıqları halda, daxili niyyətləri belə bütə kəsməmək olsa belə, bir üçün kəsmək istəməsələr belə, yaxud da həqiqətən kəsməsələr də, məsəl üçün, yəni niyyətlərində belə bir şey olmasa, büt üçün kəsmək və həqiqəti də kəsərkən büt üçün kəsməsələr belə, Allah üçün kəsələr belə, onların bu niyyəti, bu əməli, bu fiili, həmin o vəsf şərtini ortadan qaldırmır. Ortadan qaldırmır. Və ona görə də onların kəsdikləri bütlər üçün kəsməsələr belə, niyyətlərində də bütlər üçün kəsmək olmasa belə, həm olmasa belə, kafir və müşrik, kitab əhlinin xaricində olan kafir müşriklərdən olduqları üçün onların kəsdikləri əti halal etmir. Halal etmir. Onların bu cür təmiz, özlərində bu cür təmiz niyyətlərinin olması və vaqiədə də, praktikada da Allah üçün kəsmələri həmin o vəsf şərtini olması gərəkən, ətin halal olması üçün olması gərəkən vəsf şərtini ortadan qaldırmır. Ona görə onların ət kəsdikləri ət haram sayılır. İkinci elmi əsas, Peyğəmbər yəni sallallahu aleyhi və səlləm və sahabələr sadəcə ehtiyat etmirdilər. Yəni Peyğəmbər və sahabələr üçün demək ki, ehtiyat edirdilər, əmin olmaq istəyirlər. Bu yanlışdır. Onlar belə bir şey eləmədilər.
Belə bir şey üzərində olmadılar. Onlar Peyğəmbər sallallahu əleyhi və sahabelər birbaşa kitab əhlindən olmayan müşriklərin kəsdikləri ətlərin haram olduğuna dərhal hökm verirdilər, etiqad edirdilər. Bu cür inanırdılar və bu cür yaşayırdılar. Bu cür qəbullanırdılar. İddia olunur ki, Allah Rəsulu yəni və sahabelər müşriklərin kəsdikləri ətlərə qarşı təmkinli davranıblar. Əmin olmaq istəyiblər. Bu tamamilə yanlış bir düşüncədir Muhammed sallallahu əleyhi və səlləm və sahabelər haqqında. Çünki onlar müşriklərin kəsdiyini şübhəli yox, qəti şəkildə haram, leş sayıblar. Bəli, bir daha qeyd edirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm və sahabeləri, yəni Əbu Hanzala və onun düşüncəsində olan insanlar iddia edirlər ki, Peyğəmbər və sahabeləri öz zamanlarında müşriklərin atlarını yeməyə, yəni təmkinli, onların kəsiklərinə qarşı təmkinli davrandıqları üçün, əmin olmaq istədikləri üçün yəni yeməyiblər. Bu belə deyil, bu yanlışdır. Sahabelər və Allah Rəsul haqqında belə, bu cür düşünmək yanlış bir düşüncədir, yanlış bir mövqedir. Çünki Peyğəmbər s.ə.v və sahabeləri müşriklərin kəsdiyi əti şübhəli yox, qəti şəkildə haram hesab edirdilər. Buna şübhə ilə yaraşmırdılar. Tərəddüd içində deyildilər. Əgər məsələ sadəcə ehtiyat və ya bütə kəsilməsindən əmin olmaq olsaydı, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədəki Yahudilərin, kitab əhlinin kəsdiyi əti araşdırmadan rahatlıqla yeməzdi. Yəni araşdırardı, necə araşdırmadı onda? Əgər məsələ əmin olmaq məsələsi idisə, təmkinli davranmaq məsələsi idisə, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm Yahudilər ona pay getirərkən nəyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm araşdırmadan qəbul edib rahat-rahat yedi? Yahudilər də o dövrdə şirkin içində idilər. Yəni kimsə əgər iddia edirsə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanındakı Yahudilər şirkin içində deyil, bunu sübut eləsin. Və bunu sübut eləyə bilməzlər əsla. Ümumən, yəni Yahudilər, kitab əhli Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanəsindən hətta da bir öncəsindən şirkin içində olublar. Buna baxmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləm yəni onların gətirdikləri o payı, ət payını araşdırmayıb. Qəti şəkildə araşdırmayıb. Baxmayaraq ki, onlar şirk içərisində olublar, kitab əhli. Amma Allah onlara icazə verdiyi üçün, onların kəsdiyi əti halal gördüyü üçün, hesab etdiyi üçün müsəlmanlar haqqında Peyğəmbərimiz onların kəsdiyini yeyirdi. Müşriklərin kəsdiklərindən isə bircə dəfə də olsa yeməmişdir və yemək də istəməmişdir. Bu məsələnin ehtiyat deyil, şəriət hökmü olduğunu göstərir. Yəni bu o deməkdir ki, sahabelər və Peyğəmbər sahabelər radiyallahu anhum əcməin, Allah Allah hamısından razı olsun, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni müşriklərin ətlərini yeməmələri ehtiyatlı davranmaq məsələsi deyil. Yəni təmkinli davranmaq məsələsi deyil. Əksinə şəriət məsələsidir. Yəni şəriətdə bu barədə olan bir hökmə dayanaraq bu cür müamilə etmək məsələsidir. Yəni sıradan bir həssasiyyət deyil. Sıradan bir ehtiyatlı olmaq, təmkinli olmaq məsələsi deyil. Bunlar şəriətə tabi olaraq şəriət qanunlarına görə bu cür davranıblar. Və buna görə də heç kimsə bugün gəlib deyə bilməz ki, sahabelərdən və Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra gəlib onlar kimi müşriklərin ətlərini yeməyənlər bu ət məsələsində bu cür yanaşanlar Peyğəmbər sallallahu əleyhi və səlləm ya da sahabelər kimi bugün yanaşanlar yanlış bir mövqedədirlər, doğru etmirlər. O zaman Peyğəmbər sallallahu əleyhi və səlləm də yanlış eləyib yeməməklə. O zaman sahabelər də yanlış eləyiblər yeməməklə. Üçüncü elmi əsas, yəni yenə də yəni əks məfhumul müxalifə qaydasının pozulması. Yəni belə bir iddianın içərisində belə bir ortaya belə bir iddia atılarsa Abu Hanzala və onun düşüncəsində olan insanlar tərəfindən orada artıq məfhumul müxalifə əks məna qaydası pozulmuş olar. Ortadan qalmış olar. Əgər bugün bir qeyri-müsəlman yəni
o ateist və yaxud da mürtəd, müşrik bütə kəsmir deyə onun kəsdiyi, yəni bütə kəsmir deyə onun kəsdiyi halal olacaqdırsa, yaxud da ola bilərsə, o zaman Maidə surəsinin 5-ci ayəsindəki kitab verilənlərin kəsdikləri sizə halaldır ifadəsinin mənası nə olar? Tamamilə itər. O cür desək, əgər desək ki, bizim zamanımızda bir ateist, bir mürtəd, bir müşrik gəlib bütlər üçün kəsmədikləri təqdirdə Allah üçün kəsərlərsə, Allahın adını tutaraq kəsərlərsə və kəsdikləri ət halal olarsa, o zaman Allah Taala'nın Maidə surəsinin 5-ci ayəsində xüsusilə qeyd etdiyi kitab əhli kəsdikləri sizə halal edildi hökmü, bu məna, ayətin bu hissəsi, yəni mənası ortadan qalxar. Heç bir mənası qalmaz. Sanki Allah Teala mənası olmayan boş bir şey nazil edib. Allah niyə bütpərəstlərin, məcusilərin adını çəkməyib Maidə surəsinin 5-ci ayəsində? Niyə məhz kitab əhlinin, bizim üçün kitab əhlinin kəsdiyi ətlərin halal olmasını məhz onlar haqqında vurğulayaraq bildirdi. Kitab əhli haqqında vurğulayaraq bildirdi. Ne üçün deməli ki, məclislərin kəsdiyi ətlər sizin üçün halal oldu? Ne üçün deməli ki, kafirlərin, müşriklərin, ümumiyyətlə kim olursa olsun kəsdiyi ətlər sizin üçün halal idi? Xüsusi olaraq niyə üçün xüsusi olaraq kitab əhlini vurğuladı bu ət məsələsində? Ət kəsənin kimliyinin ikinci kimlik olaraq əhli kitab olaraq kimliyini təyin edərək məhz bütün kafirlərin içərisindən kitab əhlini vurğuladı, seçdi. Xüsusi olaraq. Çünki digərlərinin kəsdiyi ət hər halda haramdır. Bunun isə hökmü qiyamət gününə qədər dəyişməzdir. İstər Bismillah deyib İslami üsullara görə kəssinlər, istər tamam başqa bir cür kəssinlər. Fərq etməz. Fərq etməz. Dördüncü elmi əsas mürtədin vəziyyəti müşrikdən daha ağırdır. Yəni bu mövzunun əvvəlinə qayıtsaq, mürtəd İslamı bilib sonra dindən çıxan şəxs. Yəni fıqih elmində müşrikdən daha ağır status daşıyır. Onun daşıdığı status daha ağırdır. Çünki mürtəd haqqı bilib qəbul etdikdən sonra həmin o qəbul etdiyi haqqa arxasını çevirən insandır. Rədd edən insandır. Belə bir şəxsin mən bütpərəst deyiləm və yaxud da bütlər üçün də ət kəsmirəm deməsi və ya müşrik, bütpərəst, ateist və bunların hökmündə olan birisinin vaqiədə şirk və küfür vəsfləri üzərində olduqları halda bütlər üçün ət kəsməmələri heç bir şəkildə onların kəsdikləri ətləri müsəlmanlar üçün halal etmir. İslam alimlərinin bu barədə etdiyi icması var. Dörd məzhəbin ittifaqı var. Xülasə olaraq Əbu Hanzalanın ət barəsində olan belə bir iddiası, yəni Quran ayələrinin zahirini və İslam hüququnun təməl prinsiplərini modern düşüncəyə görə yozmağa çalışan batil, yanlış bir yanaşmadır. İslamda heyvanı kəsənin imanı və əqidəsi, müsəlman və ya kitab əhli olması, ətin halal olmasının vazkeçilməz birinci şərtidir. İnsanların bugün bütlərə tapınmaması bu şərti dəyişdirmir. Vəsf şərtini dəyişdirmir. İstər
o ateist, istər o mürtəd, istər o müşrik, istər o kitab əhlindən başqa yerdə qalan kafirlər vəbşi heç niyyətlərində bütlər üçün kəsmək olmasını, real dünyada da, vaqidə də kəsməsinlər belə, Allahı deyib kessələr belə, Bismillah deyib kessələr belə, yenə də onların bu cür ət kesimine yanaşmaları vəsf şərtini ortadan qaldır. Yəni müsəlman olmalıydılar amma deyirlər. Bu müsəlman olmaq şərtini ortadan qaldırmır. Kitab əhlindən olmaq şərtini ortadan qaldırmır. Ona görə də bütlər üçün kəsməsələr belə, niyyətlərində olmasa belə bir şey etmək, yenə onların kəsdikləri müsəlmanlar üçün halal sayılmır. İndi isə gəlin hamılıqla birlikdə yenə də Abu Hanzalının verdiyi sualın cavabın digər bir hissəsini inşallah dinləyək. Sonra isə gereken elmi reddiyəni Abu Hanzala'ya verək. Çünkü zaten müşrikler kestikleri zaman putlara kesiyorlar. Eğer mesele din meselesi olsa, yani Müslüman olmadığı için kestikleri yenilmese Allah Yahudi ve Hristiyanların kestiklerini şey etmezdi, istisna tutmazdı. Yahudi ve Hristiyanlar putlara kesmedikleri için onları kestiklerini yiyoruz. Allah'ın adını andıkları için yiyoruz ve İslami usullere göre kestikleri için. Yahudi ve Hristiyan bile olsa İslami usullere kesmese yine yemiyoruz. İsa adına kesse yine yemiyoruz. Yani putlar adına kesse yine yemiyoruz. Onun için bütün bu nasları yan yana getirdiğimizde kesenin kimliğinden ziyade nasıl kestiği ve hangi usulle kestiği önemlidir. İslami usullere göre kesilmiş her et Allah Azze ve Celle'nin doğrusunu bilir, helaldir. Bu konu fıkhi bir tartışmadır. İhtilaf var bu konuda. Alimler naslardan kaynaklı bir ihtilafa düşmüşler ama bu herhangi bir fıkhi ihtilaftan farklı olan bir ihtilaf değildir. Demek ki sizin de eşittiğiniz kimi Abu Hanzala ne deyir? Deyir ki çünkü zaten müşrikler kestikleri zaman bütlere kesirdiler. Eğer mesele din meselesi olsaydı ve kesenin Müslüman olmadığı için kestiği et yiyilmeseydi, o zaman Allah kitap ehlinin kestiği etleri istisna etmezdi. Yahudi ve Hristiyanlar bütlere kesmeyip Allah'ın adını anarak İslami usullara göre kestikleri için onların kestiklerini yeyirik. Yahudi ve Hristiyan olsa belə, İslami usullara kesməsələr belə, yenə yemirik. İsa adına və yaxud bütlərin adına kessələr belə, yenə yemərik. Bütün bu nasları bir araya getirdikdə kəsənin kimliyindən əlavə olaraq necə kəsdiyi və hansı üsulla kəsdiyi önəmli olduğu anlaşılır. Bu fikir bir tartışmadır deyir, ixtilafdır deyir Ebu Hanzala. İxtilaf var bu mövzuda. Alimlər bu barədə olan naslara görə ixtilafa düşüblər. Bu isə hər hansı bir ixtilafdan fərqli olan bir ixtilaf deyildir. Yəni deyir ki, alimlər bu məsələdə ixtilaf edirlər. Halbuki bu müşriklərin kəsdiyi ətin yeyilib-yeyilməsi məsələsində qəti şəkildə alimlər arasında ixtilaf yoxdur. Baxın, özəlliklə vurğulayıram. Elmə rəddiyə keçmədən öncə özəlliklə vurğulayıram. Burada Ebu Hanzala qeyd edir ki, alimlər bu barədə olan naslara görə ixtilafa düşürlər. Bu doğru deyil. Elə bir nas yoxdur ki, İslamda elə bir nas yoxdur ki, elə bir ayə yoxdur ki, elə bir hədis yoxdur ki, o ayə və o hədis müşriklərin kəsdiyi ətin hansısa bir ehtimala görə halal olduğunu ifadə edir və bu kimi naslara görə alimlər ixtilaf edirlər. Elə bir şey yoxdur. Elə bir nas yoxdur. Və elə bir nas olmadığı üçün də istəyir Quranda, istəyir sünnədə alimlər əsla və əsla bu məsələdə ixtilaf eləmirlər. Alimlər ixtilaf etdiyi məcusi məsələsidir, məcusilərdir. Onu inşallah ya bu dərsdə ya da daha sonraki seriyalarda qeyd edəcəm. Bir də ərəblərdən olan özlərini kitab əhlinə nisbət edənlərdir. Onu da qeyd edəcəm. Vəssalam. Lakin müşriklər haqqında, müşriklərin kəsdikləri ətlər haqqında kitab əhlindən olmayanların kəsdikləri haqda, kəsdikləri ətlərin hökmü haqqında alimlər qəti şəkildə ixtilaf etməyiblər. Elə bir ixtilaf əsla və əsla yoxdur. Bunu iddia edən əsaslandıra bilməz. Çünki belə bu
bu ixtilafa işarət edən naslar yoxdur. Bunu hər kəs bilsin. İnşallah zamanla dərsləri dinlədikcə özünüz də görəcəksiniz ki, Abu Hanzala'nın yəni doğru kimi, bir həqiqət kimi, baş vermiş bir ixtilaf kimi göstərmək istədiyi bu iddia əslində əsassızdır. Kökündən əsassızdır. Bu şeyin əsli yoxdur. Abu Hanzala'nın yenə də yəni yanlış bir məntiqlə qeyd etdiyi əsas diqqətin kəsənin kimliyinə deyil, kəsim üsuluna yönəldilməsi fikri, o cümlədən də bu adi bir yəni fikri ixtilafdır və alimlər bu naslara görə ixtilaf ediblər, ixtilafa düşüblər. İddiası qətiyyən doğru və dəqiq deyildir və heç bir elmi əsası yoxdur. Qətiyyən elmi əsası yoxdur. Kim əgər deyirsə ki, müşriklərin kesdikləri ətlərin halal olması mövzusunda alimlər ixtilaf ediblər, vallahi, billahi, tallahi bunu heç kim elmindən, elmi səviyyəsinə asılı olmayaraq bunu heç kim əsaslandıra bilməz. Heç kim əsaslandıra bilməz. Ta bu gündən qiyamət gününə qədər. Bu məsələdə sələf salih əsla və əsla ixtilaf etməyib. İslam hüququnda hər fərqli rəy, rəsmi və mötəbər ixtilaf da sayılmır. Bir məsələdə, yəni Məcusi müəyyən məsələsində alimlərin arasında cüzi ixtilaf baş verib və o kimlər ki, nəsə deyiblərsə, onların görüşləri şaz sayılıb. Onları qeyd edəcəm mən inşallah digər dərslərimdə. Və onlara tərəf, yəni alimlər danlayıblar onları danlayıblar, həm də çox pis danlayıblar və onların dediklərini etibar etməyiblər. Məsələn, lakin müşriklərin kəsdiyi ətin halal olub olmaması mövzusunda kitab əhlindən olmayan kafirlərin kəsdiyi ətin halal, alimlər ixtilaf etməyiblər. Bu məsələdə ixtilafın keçərli olması üçün, yəni Abu Hanzala'nın bu iddiasının doğru olması üçün, bir həqiqət olması üçün, yəni Quran və sünnəyə dəlillərinə əsaslanması lazımdır. Bu iddiasını Quran və sünnəyə əsaslandıraraq danışması lazımdır. Sübut etməsi lazımdır. Yəni, müşriklərin kəsdiyi ətlərin haram olması məsələsində ümmətin icması var. Səhabələrin, tabiinlərin, böyük məzhəb aliminin ki, və Quran və sünnədə olan naslar da buna sübut eləyir. Buna dəlalət eləyir. Mən hələ Maidə surəsinin 3-cü ayəsindən danışıram və siz də görürsünüz ki, Maidə surəsinin 3-cü ayəsi başından sonuna qədər ət kəsənin kimliyini müsəlman üçün təyin eləyir. Müsəlmandan başqası üçün təyin eləmir. Yəni, mövzunu açıq buraxmır. Belə olduğu təqdirdə kim deyə bilər ki, bu məsələdə ixtilaf var. Əgər Allah müsəlmanlara xitab edirsə, Allah özü ət kəsənin kimliyini Maidə 3-də və 5-də təyin eləyirsə, necə bir ixtilafdan söhbət gedə bilər ki? Müşriklərin kəsdiyi ətin halal olub olmamasında necə bir ixtilaf ola bilər ki? Belə bir şey yoxdur. Ona görə də ət kəsənin müsəlman və yaxud kitab əhlindən olması, alimlərin icması və ittifaqı üzərinə olması gerəkən şərtdir. Şaz, yararsız rəylər, yəni bugün bəzi fərdlərin və ya modernist yanaşmaların kəsənin dini önəmli deyil, üsul önəmlidir deməsi fıqh elmində şaz, yəni ümumi qaydaya zid, əsassız və tək-tük qalan, yəni qıraqda qalan bir rəy, görüş adlanır. İslam hüququnda şaz rəylərə əsasən fətva verilməz və o məzhəblər arası rəsmi ixtilaf kateqoriyasına daxil edilməz. Buna fikir verin. İslam hüququnda şaz olan rəylərə, görüşlərə əsasən fətva verilməz. Və həmən bu şaz görüşlər məzhəblər arası rəsmi ixtilaf kateqoriyasına daxil edilməz, etibar edilməz ixtilaf olaraq. 2. Kitab əhlinin istisna edilməsi kimlik şərtini gücləndirir. Abu Hanzala qeyd edir ki, əgər məsələ din məsələsi olsaydı, Allah kitab əhlini istisna etməzdi. Baxın, yanlış düşünür, yanlış təhlil edir. Əgər məsələ din məsələsi olsaydı, Allah kitab əhlini
istisna etməzdi. Fıkıh alimləri isə bunu tam əksini deyirlər. Allah xüsusi olaraq, xüsusilə kitab əhlini Allahın yəni xüsusilə kitab əhlini istisna etməsi Maidə surəsinin 5-ci ayəsində məhz məsələnin din və kimlik məsələsi olduğunu sübut edir. Çünki kitab əhlinin kökü səmavi dinə dayanır. Çünki onlar özlərinə kitab verilənlərdir. Əhlul kitab, Tevrat, İncil. Onlar özlərinə kitab verilənlərdir. Onlar öz inanclarının əslində tək Allahlığa, peyğəmbərlərə inanırlar, axirətə inanırlar, cənnətə, cəhənnəmə inanırlar. Məhz kitab əhlindən və Maidə 5-də istisna edilərək bütün kafirlərin içərisindən istisna edərək təxsis edilməsi, özəlliklə vurğulanması, kəsilən ətin halal olub olmaması məsələsində, yaxud da onlardan bir qızla evlənmək hususunda neyin şeydir? Din məsələsi, din və kimlik məsələsidir. Demək, yəni biz nə üçün? Biz bilirik ki, Bəqərə surəsində olan ayəyə görə biz bilirik ki, müşriklərdən kitab əhlindən olmayan bir müşrik qadınla evlənmək olmaz. Kitab əhlindən olmayan bir müşrik qadınla evlənmək əsla və əsla olmaz. Lakin kitab əhlindən deyirəm, əstəğfurullah. Kitab əhlindən olmayan bir müşrik qadınla əsla və əsla evlənmək olmaz. Amma kitab əhlindən olan bir qadınla, müşrik bir qadınla evlənmək olar. Kitab əhli zaten müşrikdirlər onlar. Onlar da müşrikdir. Yahudi və Hristiyanlar da müşrikdir. Amma biz onların qızlarıyla, yəni onlardan olan qadınlarla evlənə bilərik. Ne üçün? Çünki onlar öz köklərində, inanclarının kökündə nəyə dayanırlar? Səmavi bir dinə dayanırlar. Səmavi bir kitaba dayanırlar. Göndərilən peyğəmbərlərə dayanırlar. Onların əsrlərində tək Allahlığa inanmaq var. Peyğəmbərlərə, axirətə, cənnət, cəhənnəmə inanmaq var. Mən burada durub deyə bilmərəm ki, necə ola bilər ki, kitab əhlindən olmayan bir müşrik qadınla evlənə bilmirəm, amma kitab əhlindən olan bir müşrik qadınla evlənə bilərəm. O ilə evlənə bilmirəmsə, bu ilə də evlənə bilmərəm. Yox, belə deyə bilməzsən sən. Lakin sən bunu qəbul edirsən. Sən kitab əhlindən müşrik olan bir qadınla evlənməyi qəbul edirsən və bunu edərkən də, həyatı keçirərkən də, yaxud da həyatı keçirməsən, inanarkən də kitab əhlindən olmayan bir müşrik qadınla evlənməyi ağlından keçirtmirsən. Ağlından keçirtmirsən. Demirsən ki, kitab əhlindən olan bir müşrik qadınla evlənmək olarsa, ki, müşrikdir, o zaman kitab əhlindən olmayan müşriklərlə də evlənmək olar. Demirsən. Ki, ət məsələsində eynisini deyirsən. Ne üçün evlənmək məsələsində eyni şeydir də, kitab əhlindən, yəni kitab əhlinin kəsdiyini yeyə bilərik, kitab əhlinin olan qadınlarına evlənə bilərik. Allah buna icazə verir, bizim üçün halaldır. Nə tür onlar evlənmək məsələsini qəbul edirsən və başqa cür, yəni iddialara düşmürsən, əsaslı iddialara düşərək başqa kitab əhlindən olmayan müşrik qadınlarla evlənmək üçün nəsə bir şey, boş, əsassız iddialar getirmirsən, elmi iddialar göstərərək sanki. Amma ət məsələsində bunu eləyirsən. Niyə görə evlənmək məsələsini olduğu kimi qəbul edib məhz kitab əhlindən olan, Hristiyan və Yahudilərdən olan qadınlarla evlənirsən, amma müşrik birisi ilə kitab əhlindən olmayanlarla evlənmirsən? Niyə üçün eynisini ət məsələsində eləmirsən? Niyə üçün eynisini ət məsələsində eləmirsən? Evlənməyə, kitab əhlinin qadınları ilə evlənməyə icazə verən həmin o Allah, kitab əhlinin kəsrinin bizim üçün halal olduğunu bildirən Allahdır. Necə ki, sən evlənmək məsələsini başa düşmürsən ki, kitab əhlindən olan müşrik qadınlarla, Yahudi və Hristiyan evlənmək olar, amma bunlardan olmayan müşriklərlə evlənmək olmaz. Ne üçün eynisini ət barəsində başa düşmürük ki biz? Ki, müsəlman üstə gəl, kitab əhlindən olan bir nəfərin kəsdiyi
ət bizim üçün halaldır. Bunların xaricində isə heç bir kafir və müşriklərin bizə halaldır. Ne üçün? Bu ət məsələsini evlilik məsələsi kimi biz dəyərləndirib yəni məsələni çətinləşdirmədən, yanlış yollara sapmadan, yəni olduğu kimi qəbul etmirik ki, nasları, Allahın qanunlarını. Əgər dinin fərqi olmasaydı və tək şərt, yəni İslami üsulla, yəni heyvanı kesmək olsaydı, Allah Maidə surəsinin yəni qeyd etdiyim ayələrində İslami üsulla kəsən hər kəsin, o cümlədə də müşriklərin də kəsdiyi halaldır deyə buyurardı. Yəni əgər məsələ din məsələsi olmasaydı ki, biz də bilirik ki, kitab əhlinin istisna edilməsi bütün kafirlərdən ona görədir ki, onların əsli din, səmavi bir dinə dayanır. Yox, əgər sizin dediyiniz kimi məsələ din məsələsi olmasaydı, onda Allah elə deyərdi ki, İslami üsulla kəsən hər kəsin, o cümlədən müşriklərin də kəsdiyi ətlər halaldır deyə buyurardı. Ayədə digər bütün kafirlərin, bütpərəst, məcusi, ateist, mürtəd, bütün bunlar, bütün bu kafirlərin o fərqli sinifləri ayənin kənarında, xaricində qalır. Maidə surəsinin xaricində qalır. Yalnız Yahudi və Xristiyanların adının çəkilməsi Maidə 5-də şəriətin, yəni kəsən şəxsdən müəyyən bir dini kimlik tələb etdiyini qəti sübutudur. Bəli, şəriətin əti kəsən şəxsdən, heyvanı kəsən şəxsdən müəyyən bir dini kimlik tələb etdiyinin qəti sübutudur. Yoxsa ki, niyə görə məhz kitab əhlini Allah seçdi? Seçərdi də başqalarını. İnanclarında, əsillərində tək Allahlıq olmayan, özlərinə peyğəmbərliyə göndərilməyən və s. və ilaxır olan o kafir növlərindən başqalarını seçərdi də Allah Taala. Niçin məhz kitab əhlini? Çünki onların əslərində din var, inanc var, tək Allahlıq var. Üçüncü elmi əsas, hansı ki bununla da Əbu Hanzalanın dediyinə rəddiyə veririk. Vəsif və şərt. Yəni vəsif şərti, yəni kişinin kimliyi, müsəlman olması, yaxud kitab əhlinin olması, yaxud da kişinin müşrik olması, yaxud da kitab əhlində olmayan müşrik və kafirlərdən olması. Buna deyilər vəsif şərti. Vəsif və şərt fərqi fıqhda heyvanın halal olması üçün iki ayrı qrup şərt var. Bunlar bir-birini əvəz edə bilməz. Deməli, biri var kəsənə aid şərtlər, vəsf. Az öncə qeyd etdiyim vəsf şərtləri, müsəlman və kitab əhlindən olması. Buna deyirlər vəsf şərt. Biri var kəsimə aid olan şərtlər, üsul. Yəni necə keçmək lazımdır? İslama görə necə keçmək lazımdır? Yəni kəsim alətinin kəskin olması, qanın axıdılması, Allahdan başqasının adına yəni kəsərkən çəkilməməsi və s. və ilaxır. Əbu Hanzalanın qeyd etdiyi kimi kitab əhlindən olan biri İsa adına kəssə və ya İslami üsulla kəsməsə, yəni elektroşok, yəni və s. doğru olmayan bir üsulla kəssə, ət haram olar. Bu doğrudur. Çünki o üsul şərtini pozub. Lakin bu o demək deyil ki, üsul düzgün olanda kimlik şərti qüvvədən düşür. Yəni adam bütpərəstdir, adam müşrikdir, adam yəni kitab əhlindən olmayan bir müşrikdir, kafirdir. Heyvanı götürür, İslam'a görə doğru bir üsulla kəsir. Onun həmin heyvanı doğru üsulla kəsməsi vəsf şərtini ortadan qaldırmır. Çünki vəsf şərti tələb edir ki, ya müsəlman olsun, ya kitab əhli olsun. Bunda isə heç biri yoxdur. Demək, bu o demək deyil ki, üsul düzgün olanda kimlik şərti qüvvədən düşür. Demək ki, kimlik şərti qüvvədən düşürsə, onun kəsdiyi də halaldır. Ətin halal olması üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Baxmayaraq ki, məsələn, kitab əhli əti kəsərkən birdən Allahın adını çəkər, çəkməzsə, yaxud da Allahdan başqasının adını çəkər. Bu kimi məsələlərdə
Yani birçok şey var. Danışılası, bildirilmesi gereken birçok məqam var alimlər tərəfindən. Mən bunu bu dərsdə qeyd etməyirəm, daha sonraki dərsdə qeyd edəcəm. Yəni mütləq şəkildə deyil yəni. O ya bu kitab əhlindən birisi heyvanı kəsərkən birdən yəni Allahın adını çəkərsə və yaxud da çəkməyərsə və yaxud da Allahdan başqasının adını çəkərsə, burada yəni deyiləcək çox şey var. Amma hələlik bu qədəri ilə mən kifayətlənirəm. Daha sonraki dərslərdə bunun təfsilatına girəcəm inşallah. Demək ki, ətin halal olması üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Vəsf şərti və üsul şərti. Xülasə budur ki, Əbu Hanzalanın irəli sürdüyü arqument bəzi modern, yəni müəlliflərin fəlsəfəsi, mülahizəsi olsa da, yəni 1400 illik İslam fıkhı metodologiyası, 4 məzhəbin yekdil rəyi və sahabə icması qarşısında keçərsizdir. Kəsənin kimliyi müsəlman və ya kitab əhli olması sadəcə bir detal deyil. Kəsimin əsas sütunlarından biridir. Mənim bugünkü bu dərsim Əbu Hanzalanın özəlliklə bu qısa videoda, cavablandırdığı qısa videoda, ümumiyyətlə də ət haqqında danışdığı başqa videolardakı təqdim etdiyi cavablara qarşı irad bildirərək verdiyim elmi bir rəddiyədir. Əbu Hanzala onun düşüncəsində olan insanlar, müsəlmanlar elə düşünürlər ki, Allah ət kəsənin kimliyini Quran və sünnədə bəyan etməyib. Və buna görə də kim olursa olsun, dinindən asılı olmayaraq Bismillah deyib heyvan kəsərsə, həmən adamın kəsdiyi ət halal olar, halal sayılar. Onların bu mövqelərinin isə qəti şəkildə dayandığı heç bir elmi əsas yoxdur. Və beləliklə də dinlədiyiniz o cavablandırmada, Əbu Hanzalanın verdiyi o cavablardan və mənim də Əbu Hanzalaya verdiyim elmi rəddiyədən başa düşmək olur ki, Əbu Hanzalanın, yəni Halis Bayancukun kəsilən ətin halallığı mövzusunda tam olaraq mövqeyi budur ki, kəsənin kimliyi Əbu Hanzalaya görə əsas deyil. Çünki Əbu Hanzala əslən deyir ki, kəsənin kimliyi Allah tərəfindən bildirilməyib, bəyan edilməyib. Əbu Hanzala açıq şəkildə bildirir ki, Allah Quranda kəsən şəxsin kimliyini müsəlman, müşrik və ya mürtəd olması ilə bağlı xüsusi bir şərt qoymamışdır. Verdiyi həmin o cavabda, qısa videoda bunu səhv eləmirəmsə, 1-ci dəqiqənin 11-ci saniyəsində bunu qeyd eləyir. Və yenə də Əbu Hanzala bu ət kəsim məsələsində mövqeyi budur ki, kəsimin üsulu və şərtləri önəmlidir. Yəni, onun fikrincə əsas olan kəsənin kimliyindən ziyadə heyvanın hansı üsulla və necə kəsilməsidir. İndi bu burada deyib, kəsənin kimliyindən ziyadə, amma bu o demək deyil ki, o kəsənin kimliyini qəbul edir. Çünki o əslən deyir ki, Quranda belə bir şey yoxdur kəsənin kimliyi haqqında. Allah bu barədə deyir, danışmır, bizə bildirməyib. Sıradan onu belə bir cümlə olaraq deyir. Yəni, Əbu Hanzalanın fikrincə, kəsənin kimliyindən ziyadə heyvanın hansı üsulla və necə kəsilməsidir. 2-ci dəqiqənin 39-cu saniyəsində bunu qeyd edir. Və 3 əsas şərt də ona görə ətin halal olması üçün Qurana əsasən 3 şərtin yerinə yetirilməsi Əbu Hanzala deyir ki, kifayətdir. Kəsim zamanı Allahın adının anılması, yəni Bismillah deyilməsi, heyvanın, yəni butlara, bütlərə, yəni qəbirlərə, türbələrə kəsilməməsi, heyvanın leş olmaması, yəni öz-özünə ölməməsi, yəni canlı ikən İslami üsulla kəsilməsi. Əbu Hanzala vurğulayır ki, əgər bu cür insanlar İslamın hassasiyyətlərini diqqət edərək, o həssasiyyətləri diqqət edərək ət kəsirlərsə, bütlərə və ya qəbirlər üçün kəsmirlərsə, bu şərtlər daxilində kəsilən ətləri yemək olar. O bu məsələni
fıkhi bir ixtilaf kimi qiymətləndirir və kəsənin etiqadına görə əti haram saymağı doğru yanaşma hesab etmir. Halbuki Abu Hanzala'nın özünün bu yanaşması doğru yanaşma değil. Və heç bir şəkildə elmə əsası yoxdur və əsaslandıra da bilməz. Nəticə etibarilə Abu Hanzala və istisnasız onun kimi düşünən hər bir kəsin kəsilən ətin halallığı barəsindəki bu mövqeyi açıq-aşkar Quran və sünnətə və o cümlədən sələf salihdən olan səhabə və tabeinlərin yoluna və sələfi salihə tabi olan alimlərin mənhəcinə zidd olduğu hər kəs tərəfindən şəksiz şübhəsiz anlaşılmaqdadır. Əgər Abu Hanzala və istisnasız onun kimi düşünən hər bir kəs öz əsassız iddialarında haqlıdırlarsa və özlərini haqlı görürlərsə, o zaman xüsusilə Muhammed sallallahu aleyhi ve sellem onun səhabələrinin, tabiin və ətbə'ut tabeinlərin, ümumiyyətlə də 14 əsr boyunca var olan İslam ümmetindən, yəni şərii hökmə dayanan, yaşanan və tətbiq edilən bir vaqiə olaraq, yəni buna dair bir dəlil gətirsinlər. Kimi isə etibar edilməyən əsassız şaz görüşünü deyil, əksinə İslam ümmətinin bu barədə dəlil olaraq ittifaq edib, qəbul edib, sonra da şəri hökm olaraq öz həyatlarında tətbiq etdikləri, yəni vaqe olaraq tətbiq etdikləri buna dair bir dəlil gətirsinlər. Beləliklə, xülasə olaraq, sonuc olaraq bunu qeyd etmək istəyirəm ki, Maidə surəsinin 3-cü ayəsində 11 haram qeyd edilir. 11 haram. Baxın, indi bu məqam çox mühüm məqamdır. Əvvəlki danışdıqlarından da daha mühümdür. 11 haram qeyd edilir Maidə 3-də. Sual, bu 11 haram olan şeyler kimin üçün təyin edilir? Kimin üçün haram edilir? Müsəlmanlar üçün. Bunlardan onu haram olan ətlərin növləri, biri isə fal oxları ilə gələcəyi öyrənmək və yaxud da ət bölmək üçün olan haramdır. Bunu diqqətli olun. 11 haram. Bu 11 harama onu haram olan ətlərin növlərini bəyan edir. Biri isə haram olan fal oxları ilə gələcəyi öyrənmək üçün, yaxud da ətləri bölmək üçün fala baxmaqla olan bir haramdır. Bu haram olunan şeyler kimler üçün haram edilir? Müsəlmanlar üçün. Demək müxatab burada müsəlmanlardır. Həmin Maidə surəsi 3-cü ayəsində bir halal olan bir şey var. Açıq-aşkar qeyd edilən, halal olaraq qeyd edilən şey var. Kimlər üçün? Yenə də müsəlmanlar üçün. Və həmən bu məqamda da bir halal kimi qeyd edilən bu məqamda da ət kəsənin kimliyi özəlliklə təyin edilir. İllə məzəkkeytum. Ey müsəlmanlar, yəni illə məzəkkeytum sizin canı çıxmamış kestiğiniz heyvanlar başqa, müstəsna. Həmən bu hissə açıq-aşkar müsəlmanların kəsdiklərinin özlərinin kəsdiklərinin özləri üçün halal olduğunu bildirən aydın olan bir parçadır. Bir də ayədə bir zərurət var. Ayətin sonunda şərt mənasını verən isim də gəlir. Bizim dildə ona deyirlər şərt ədatı. Fəməni durra. Kim çətinlik qarşısında qaldığı zaman, yəni artıq günaha batmadan qədər haram olan ətlərdən yeyə bilər. Ayətin son hissəsi. Bu zərurətdir və bu zərurət də kimin üçün tanınan bir zərurətdir? Yenə də müsəlmanlar üçün. Demək, 11 bitişik yazılan şəxs əvəzliyi ilə ikinci şəxsin cəminin kişi cinsində xitab edilənlər və bir şərt ədatı ilə də qəsd edilənlər hamısı müsəlmandır. Bir daha qeyd edirəm. 11 bitişik yazılan kum, itum şəxs əvəzliyi ilə ikinci şəxsin cəminin kişi cinsində
xitab edilənlər, orada vavul cəmaə də var və bir şərt ədatı, yəni şərt mənasını verən isim ilə qəsd edilənlər kimlərdir? Müsəlmanlardır. Mən xahiş edirəm, bu dərsi dinləyənlər bundan sonraki bu mövzu olacaq, buraxacağım dərsləri də dinləsinlər. Mənim xahişim budur ki, başa düşmək üçün dinləyin, dərk etmək üçün dinləyin, Allah üçün dinləyin, şəxslərə təəssüb edərək özünüzü xeyirdən məhrum etməyin. Bizim üzərimizə düşən Allaha və Rəsuluna iman etməkdir. Bizim üzərimizə düşən, yəni doğru yolda olmaqdır ki, hər iki dünyada xoşbəxt olaq. Ona görə Allah Azze və Cəllə bizləri eşidib, faydalanıb, başqalarına fayda verənlərdən etsin. Amin ya Rabbil alemin. Velhamdülillahi Rabbil alemin. Esselamu aleykum və rəhmətullahi və bərəkət.